balam yar bana hep zamanıdı. Bezeyeme cemal yar ile yaş gıcıladı. Sultanıdım her yana hüküm revanıdır. Dövlət qulam idi mənə baxdım cavanıdır. Canı görmüşdüm müftəlaları. Dilə eşitmişdim məcalaların. Bunca təsəvvür eyləməzdim bəlaların. Can çəkmişdi çəkmişdi möhnət hicran cəfaların. Xəlvət sərayı vəslidir kamillərdə mən. Dəvrar o dəvlərdir zamana zaman bir
Yanım aman ya aman aman ayda ayıl gece serin külək göçer dört yanımız əhtir saçan yasemen ayıl gece serin külək göçer dört yanımız əhtir saçan yasemen gece gündüz bu sinemde değiller gece gündüz bu sinemde değiller yine yürektir yine könüldür yine yürektir yine könüldür sen ay gülüm sen ay gülüm Minnətdarıq bu ifaya görə. İfə zamanı Fərhatun müəllim, sizin də üzünüzdə, simanızda gördüm nə dərəcədə xoş təsir bağışladı sizə. O sözlər təsir elədi, elə deyilmi? Qəzəlin mahnının gərək gücünü sözdə axtarasan birinci. Sözsüz ki, insan hər zaman özünü ifadə etməyə bir ehtiyac duyur da. Bunu da yalnız sözlə etmək mümkündür. Bəlkə buna görə, bilmirəm, bir çox insanlar məsələ ədəbiyyata, poeziyaya, sözə meyillənirlər. Səbəbi budur bəlkə. Güzeldir. Bilirsiniz, Allah Teala sesi yaradandan sonra ses hele formalaşmamıştır. Sözü yarattı. Evet. Formalaşan nedir? Söz. İnsanı diğer mehlukattan ne ayırır? Fikri, düşüncesi, akli ve onun ifade terzi nedir? Sözdür. Şimdi bazen çoxları deyir ki, ya bu heyvanın ağlı yoktur. Her xırda cücünün de ağlı var. Hərəsinin içində öz genetik kodu yatır. Hörümçək öz balasına tor qurmağı öyrədir. Adi xırda böcək balasına o tordan yayınmağı. Demək bunun indi belə deyirlər. Ağlı da var da. Bəli. Amma nəsildən nəsilə orada genetik kodla ötürülür. İnsanın fərqi nədir? Nitki, sözü. Bəli. Sözdən gözəl heç nə yoxdur. Sözsüz ki. Və sözü də belə məclislərdə şeirlə cilalayırlar. Əskərlərimizə yazdığım bir şeir oxuyayım. Haydi yiğidlərim, cürət vaxtıdır. Yeriyin, yeriyin düşmən üstünə. Ya olum, ya ölüm, qeyrət vaxtıdır. Yeriyin, yeriyin düşmən üstünə. Yenə qan içində turan, qardaşım, nə qədər yurd yuvan viran, qardaşım, düşmənlə üz-üzə duran qardaşım. Yeriyin, yeriyin düşmən üstünə. Allandıq vədlərə, bugün sabaha, vaxt indi bizim üçün hər şeydən baha. Biz ala bilməsək, qayıtmaz daha. Yeriyin, yeriyin düşmən üstünə. İndi xalqın güvənc yeri sizsiniz. Babəkin, həzinin biri sizsiniz. O ölü torpaqda diri sizsiniz. Yeriyin, yeriyin düşmən üstünə. İş salın Murovun ağ zirvəsinə. Hay verin Bozqurdun haray səsinə. Hələ çox fırlanar dünya tərsinə. Yeriyin, yeriyin düşmən üstünə. Yəni onların böyük qəhrəmanlığı qarşısında baş əyib. Hər birimiz baş əyib. Əslində hər bir patriotik şeirdə o ruh yüksəkliyi mütləq olmalıdır. Yəni bu şeirdə də biz onu hiss elədik. Bütün əskərlərimizə salamlarımızı yetiririk, çatdırıq. Fəxrəddin müəllim oxudu şeir. Bəli. Çox zövq aldıq. Ancaq bayaqki musiqinin təsirindən indi mən bir sevgi şeiri oxumaq Çox istəyirəm. gözəl. Buyurun. Tənzimlənsin. Tənzimlənsin bir Nə belə. gözəl. Buyurun, buyurun. Səni sevdiyimə peşman deyiləm. İlqarda düz idik, əhdə düz idik. Səni sevdiyimə peşman deyiləm. Dünyanın xoşbəxti elə biz idik. Səni sevdiyimə peşman deyiləm. Nə yaxşı bir bahar çəməndə gəzdik. Elə o çəməndə çiçəkdə bizdik. Dərdiyin gülləri telimə düzdük. Səni sevdiyimə peşman deyiləm. O vaxtdan
çəməndə ətrin qalıbdır, əl çatmaz illərin xətrin qalıbdır, yarpaqdan hördüyün çətrin qalıbdır, sən sevdiyimə peşman deyiləm. Döndü qatarımız müxtəlif yerə, sınağa çəkildi hərə bir cürə, daha yuxumda da görməsəm belə, sən sevdiyimə peşman deyiləm. Nə olsun, həyatda qovuşmadıq biz, hicrandan, iskildən soğuşmadıq biz, heç vaxt özgələrə yovuşmadıq biz, sən sevdiyimə peşman deyiləm. Sən sarı olmuşdun, mən isə yaxşı, biz olduq dünyanın səhv düşən naxşı, nağıllarda sonluq qutarır yaxşı, sən sevdiyimə peşman deyiləm. Çılğın eşqə uyumaq ağıl ha deyil, bu acı həyatdır, noğul ha deyil, dünya şirin xəyal nağıl ha deyil, sən sevdiyimə peşman deyiləm. Tək ki, heç zaman peşman olmayaq da sevdiklərimiz üçün Fənşə xanım deyirik. Əslində biz bugün söylədik ki, o daxili tələbatdan irəli gələn bir şeydir şeirin yaranması. Bəs o daxili tələbatı yaradan nədir sizcə? Bilmirəm, bəlkə insanın daxili aləmi ilə bağlı olan bir haldırmı? Yəni o daxilən romantikdir və yaxud ətraf mühitdə hansısa hadisənin baş verməsindən irəli gələn bir şeydir? Fənşə xanım, sizdən alacaq bu sonra Fəxrəddin müəllim. Bilirsiniz, baxır o müəyyən, bayaq dediyim kimi, müəyyən bir mühit lazımdır ki, o daxili tələbat üzə çıxsın. O da müəyyən bir mühitdə üzə çıxır. Tutaq ki, payızdır. Payızın öz gözəlliyi var. Amma hamımız bilirik ki, payızın da bir həzinliyi var. Nə qədər yarpaqlar rəngbərəng olsa da, amma insana bir həzinlik, bir həzin duyğular gətirir və o zaman o daxili tələbat tələb eləyir ki, sən nə isə bir söz deyəsən. Yəni mevsim belə deyək də ilkbahar, sonbahar daha çox şairlərin Sonbahar, ilkbaharda dünyaya gəlmişəm, amma sonbaharı daha çox sevirsiniz. Sevirəm deyəndə ki, daha mənə çox gətirir. O daxili tələbatımı daha çox mənə verir. Yəni elə o daxili tələbatdan bu payızlı vaxtı o havada uçan yarpaqlara baxanda bax bu söz mənə gəldi. Yəni o daxili tələbatımı məndən tələb elədiyi İlham Pərimin belə üzə çıxdım. Bəli. Bu yarpaq mənə oxşuyur. Sevdiyindən aralanıb, xal-xal olub, paralanıb. Min yerindən yaralanıb, bu yarpaq mənə oxşuyur. Bədbənizi qaçıb tamam. Bozarıbdır rəngi yaman, payızdan mərhəmət umam, bu yarpaq mənə oxşuyur. Üzülübdür budağından, gülüş uçub dodağından, qaçır hicran ocağından, bu yarpaq mənə oxşuyur. Biçilib vaxt orağında, xatirələr sorağında, dayanıb yol qırağında, bu yarpaq mənə oxşuyur. Hey əstirib küləyini, hicran kəsib kələyini, gözləyən bəxt mələyini, bu yarpaq mənə oxşuyur. Təşəkkürlər. Əslində daxili tələbatı yaradan bir səbəbi də mən deyim də. Əlbəttə elə. O hamının başına gəlib də. Söhbət ilk sevgidən, ilk məhəbbətdən gedir. Bugün siz də vurğuladınız ki, insanların çoxu, yaradıcı insanların çoxu, şairlər, nəsrlə məşğul olanlar, elə poeziya ilə gəliblər ilk olaraq sənətdə. Bəlkə elə bu ilk sevginin, bilmirəm, o daşa dəyməsindən irəli gəlibmi, yoxsa nə təsir edib onlara sizcə? Bilirsiniz, çox böyük bir duyğudur və çoxunun başına gələn duyğu olduğu üçün əksər yaradıcı insanlar ilk məhəbbətin belə deyək ki, təlaşlarından başlayırlar şeirə gəlməyə. Bu o da müəyyən yaşdır, müəyyən vaxtı. Ondan sonra, bayaq da təkrarladım, əvvəl ürəkdən qopur şeir, sonra idrakin diktəsi ilə gəlir. Fəlsəfi şeirlər, cəmiyyətlə bağlı qayğılar və nə qədər bizim, indi belə deyirik, bütün yazıçılar dövrünə müxalif olurlar. Baxanda, yəni o demək deyil ki, onun dövrü onun əleyhinə olub, yoxsa o dövrün əleyhinə olub. Yəni orada olan o narahatçılıqlar ki, onları incidib, onları gətiriblər gündəmə. Və yaxud o birilərinin deyə bilmədiyi və yaxud deməyə ehtiyat elədiyi sözləri o cəmiyyətə onlar gətiriblər. Bəzən
yani onlar seçilmiş insanlar olduğu için onlardan kabul olunub. Bəzən də özlərini oda atıblar. Napolyonun vaxtı Hugo mübarizəyə çıxmışdı. Napolyon kimi bir güçlü adamla. Yani bu yaradıcılıq ilk sevgi ilə gəlir çoxunda. Amma sonradan artık en büyük məktəb dediğimiz həyat məkləbidir, akademiyadır. Heç neyle əvəz olunmayan akademiyadır. Həyatın diktəsi. Elə yerdə, elə şiir yazılır. Ben bir dəfə bir toyda oldum. Demek Azerbaycanlı bir kız gitmişti Bangladeşliyə, belə deyim. Ve o ağrı beni, birdenbire o his beni tamam döndürdü ayrı tarafa. O toyda beni 3 dəfə doluqsundum, itiraf edeyim. Yani evvelki yaşlarımda ben hiç en ağır insanımı itirende içimde ağlıyordum. Çölümde hiss olunmurdu. Orada 2-3 dəfə doluqsundum. Əcnəbiyə gedən qız, belə bir şeir yazdım. İndi buranın mevzusudur. Yani söhbət o duygudan, o histen gelir. O mikrofona da şeir yazmak olur. Eğer birinci defa onu görürse, içinde duygusu varsa o onu tutur. Veyahut böyle bir verilişte görürük ki bizim bu rahatçılığımızı burada temin edeyen səhnə arxası adamın bir büyük narahatçılığını gördüm. O fikir artık beni tutup. Belki de o döndü bir poeziya. Yani biz oturmuşuz, her özümüzü fikirləşirik ki benim çıkışım necə olsun. Ama o hamı için məsuliyyət daşıyır. Ve eğer o hadise mi diyeyim, o an mı diyeyim, o yaratıcı insanın yüreğinde bir balık belə çevrilirse, demek yaddaşına yazıldı. Ona göre şiirin hansı mevzuda yaranması, şairin özü için de evvelceden bir plandır. Nesli planlaştırmak olur. Nesli ağır bir sahədir, ağır zəhmət tələb edir. Ama şiir duyguya bağlıdır. Heç ümumiyyətlə peşəniz sizə hansısa bir mövzu veribmi? Çox mövzudur. Mən həkim şairi şeirini yazmışım, həkimlik peşəmə yazmışam. Elə o deyim sizə də şairlik, şair de hamilə qadın kimi deyir və sonra hissləri vermişəm ora bir. Bəli, o ağrı çəkməsə şeir doğulmaz. Eğer o fikre senin ruhun mayalanırsa, sen eğer şairsense ne kadar güzeldi. Belki de çok sevdiğin için beni sen gördün eşkin min hicranın. Bağışla. Sen bu yolda gaza vuran gemisen, bu geminin kapitanın. Bağışla. Herden çılgın aparmışam özümü. Ümidini sındırmışam. Bağışla. Herden soyuq, daş üşüdən baxışla ümidini dondurmuşam, bağışla. Herden mənə güc gələndə xoş həvəs, olub səni duymamışam, bağışla. Herden senin qəlbindəki müqəddəs hisslərinlə oynamışam, bağışla. Olub herden bir işvəsi gözəlin gülüşündən keçməmişəm, bağışla. Herden səni ayağının tozuna değmeyenden seçmemişim. Bağışla. Huzurunda dayanmışam müqəssir. İtirafım günahımdan aşağı. Ay eşkimin el çatmazı, miracı. Bu günahkar aşığını bağışla. Bağışla. Evet, mən bu cür etiraflardan sonra, belə səmimi bağışladan sonra bağışlamamaq mümkün değil. Allah sizden razı olsun. Ömrüm olub biçin, qəhər dolu vallahi içim. Götür məni buradan köçüm, ya ver zəhər ay gəmçi. Götür gəldiyin yerlərə, apar məni ay gəmçi. Hər nə olubsa dözmüşəm, yığıb sinəmə düzmüşəm. Daha qəmlərdən bezmişəm. Götür məni ay gəmçi, o gəldiyin sahillərə yetir məni ay gəmçi. Dərd bulağın qaynağından, sel süzülür yanağımdan. Bu hicranın caynağından qopar məni ay gəmçi. Götür gəldiyin yerlərə apar məni ay gəmçi. Oldum dərdlərə davamçı, şadlıq mənə çox yabancı. Kimə güvəndim yalancı. Götür məni ay gəmçi, o gəldiyin sahillərə yetir məni ay gəmçi. Niskil durubdur qəsdimə, kör olmuşam öz üstümə. Quduzlar cumub üstümə, qapar məni ay gəmçi. Götür gəldiyin yerlərə, apar məni ay gəmçi. Götür gəzdiyin yerlərə, apar məni ay gəmçi.
Teşekkür edirik. Çok sağ olun Bənövşə xanım. Minnətdarıq sizə. Duyğu. Bugünkü mövzumuzla bağlı çox səmimi, çox gözəl, çox dəyərli fikirlərinizi öyrəndik, bildik. Var olun deyirik və son olaraq gözəl bir ifa ilə yekun vuracağıq. Var mı son sözünüz bizim?